Herkese salam dostlar, hər vaxtınız xeyirli olsun inşallah. Demək dostlar, PSP tir tüfəngi doldurmaq üçün kompresorlarımız gəlib. Biri artıq satılıb, bir dənəsi qalıb. Mən indi bunun qutu açılışını eləyəcəm burada. İçərisində nə gəlir, nə gəlmir, bir yerdə izləyək. Deməli, birinci buna baxaq. İçində nə gəlir? Demək bu filtrdir. Burada soyutma sisteminin şlankıdır. Bu şnurudur. Toka taxmaq üçün də 220. Sonra burada filtrlərin zapazları var. Əlavə filtrlər. Burada instruksiyon var. Yəni Türk dilində desək, kullanma kılavuzu. İstifadə qaydası da yəni. İngilis dilində yazılıb. Bu da bunun soyutma sisteminin su vuran motoru. Bunu da ağzını bağlayaq. Sonra burada əlavə salnikdir. Proklatkası. Belə bir dəmiri var. Burada əlavə salnikləri var. Hamısı bunun üstündə gəlir. Hamısı da üstündə veriləcək. Kim alsa ona. Sonra bunu çıxardaq. Bax bura. Kompresorumuz da burada. Deməli Tuxing firması. Şlankı da üstündədir. Buradan yağını tökürsən. Buradan bunu bağlayırsan və salam işlədirsən. Burada soyutma sisteminin şeyidir. Buradan görsənir ki, neçə dərəcədə isinib və yaxud soyuyub. Deməli, kompresoru çıxartdım qutusundan. Bu arxası. Üstü belə. Tuxing firması. Bu da ağızlığı. Buradan da yağın atmetkası görsənir. Yağ da tökülməlidir. Deməli burada deyir ki, qırmızının ortası yox, qırmızının üstü ilə bərabər olmalıdır. Bu qırmızı nöqtənin üstü ilə, yəni bu qırmızı nöqtənin üstü ilə burası ilə bərabər olmalıdır yağ. Burada yaşıl görsədir. Aşağıda olsa deməli qırmızı ilə işarə ediblər. Bu bir tərəfdə belə şunuru qoşmaq üçün, bu da soyutma şunurunu qoşmaq üçün, soyutma motorunun şunurunu qoşmaq üçündür. Belə.